Baxırıq 44-cü suala. Deyir ki, qrafiklərdən hansısa elektrik sahəsinə daxil olan neytronun impulsunun zamandan asıllığına uyğundur, digər qüvvələrin təsiri nəzərə alınmır. Deməli, neytron deyir. Neytron bilirik ki, biz yüksüzdür, yəni sıfırdır yükü. Q sıfırdırsa, F-klon da sıfır olacaqdır. F-klon bərabərdir sıfır. Və burada bizim sürətimiz Y istiqamətindədir. Yəni, sürətimiz bərabər sürətlə tərkib edir, sabitdir. V bərabərdir konstant. V bərabərdir konstantdırsa, bizim impulsumuz da T bərabərdir mv'dir. Yəni, V'miz bərabər sürətlə hərəkət edirsə, P'miz də V'dən düz asılı olduğu üçün bərabər sürətlə hərəkət edəcək. Yəni, A variantı olacaq doğru cavabımız. Daha sonra 45-ci suala baxırıq. Deyir ki, difraksiya qəfəsində 1 mm məsafədə 400 cizgi vardır. Tezliyi 6/10^14 Hz olan monoxromatik işıq qəfəs üzərinə perpendikulyar düşdükdə alınan maksimumların ən böyük tərtibini hesablayın. S-miz də 3/10^8-dir. Deməli, D sinus P'miz bərabərdir kalyamdır. Burada bizdə perpendikulyar olduğu üçün, yəni sinus 90-da 1 alır. O zaman D bərabərdir kalyamda olur. Və biz D-nin yerinə L bölünsün N yaza bilərik. Çünki bizdən N də verilibdir. Yəni cizgilərin sayı. D-nin yerinə L bölünsün N yazdıq. K vurulsun lambdanın yerinə də S bölünsün N yaza bilərik. Deməli, düsturumuz bu şəkildə olacaqdır. İndi biz buradan K-nı tapsaq, K bərabərdir L vurulsun N bölünsün N vurulsun S. Yəni düsturumuz bu şəkildə olacaqdır. İndi hesablayaq. Elimiz nə qədərdir? 10 vurulsun millimetr yenə çeviririk metrə. 10 vurulsun 10 üstü -3 vurulsun. Nümüz nə qədərdir? 6 vurulsun 10 üstü 14. Bölürük. N vurulsun S-yə. N'imiz 400 cizgidir deyil. S-də 3 vurulsun 10 üstü 8-dir. 3 vurulsun 10 üstü 8. Buradan deməli aldıq 6000 bölünsün 1200. Bu da bizə 5 verəcək. Yəni cavabımız olacaq tərtibi 5. B variantı. Daha sonra baxırıq 46-ya. 46-da deyir ki, Newton vurulsun metr bölünsün Pascal ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Yazırıq Newton vurulsun metr bölünsün Pascal. Biz Pascalın yerinə Newton bölünsün metr kvadratı yaza bilərik. Bu zaman Newtonlar ixtisar gedəcək. Metr vurulsun metr kvadratı bizə metr kubun verəcək. Metr kubu da həcmin vahididir. Yəni D variantı olacaq. 47-ci sualda deyir ki, üfüqi səth üzərində cismə onun hərəkəti istiqamətində təsir edən sabit dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Hansı qrafik cismin sürətinin modulunu, zamandan asıllığını ifadə edir? Sürtünmə misalı sabitdir. Deməli, F sürtünmə deyir ki, F dartıdan kiçikdir. F dartı. Biz burada göstərsək, bu F dartı. F sürtünmədə F dartının əksinə yönələcək. Yəni, F sürtünmə budur. Sürətimiz yenə dartı istiqamətindədir. Yükümüz də sürtünmə qüvvəsi istiqamətində. Bu zaman təsirimiz nəyə bərabər olacaqdır? A bərabərdir. F sürtünmə çıxılsın F dartı bölünsün M-ə. Deməli, burada yavaşlayan hərəkətdə gördüyümüz kimi, yavaşlayan hərəkətdə, yəni V-nin T-dən asıllığında yavaşlayan hərəkət D variantına uyğundur. Yəni, cavab D variantı olacaq. Baxırıq 48-ci suala. Deyir ki, şüşə balondakı qazın təzyiqi atmosfer təzyiqinə bərabərdir. Balonun içərisində su olan 1 və 2 qabına daxil etdikdə manometr qazın təzyiqinin dəyişdiyini göstərir. Eyner-Venn diaqramında bu hallara uyğun vədləri müəyyən edin. Baxırıq birinciyə. Birincidə deməli, burada qazın təzyiqi atmosferin təzyiqindən böyükdür. Su, yəni maye azdırsa burada təzyiq çox olacaqdır. Amma ikinci halda, bu birinci hal. İkinci halda əksinədir. Yəni atmosferin təzyiqi böyük olacaq qazın təzyiqindən.
Yəni qazın təzyiqi kiçikdir. 2 atmosfer. Baxırıq. Birinci suala. Birincidə deyir ki, qazın temperaturu azalır. Qazın temperaturu 2 qabına daxil etdikdə azalır. Qazın temperaturu. Deməli, yazırıq 1, 2, 3. Deməli, 3 1-ə getdim. Daha sonra 2-də qazın molekullarının orta kinetik enerjisi artıb. Orta kinetik enerjisi temperaturdan düz mütənasib asılıdır. Atmosferin təzyiqi kiçik olduğu yerdə bu zaman onların orta kinetik enerjisi artacaq. Yəni 2 bura getdi. Üçüncü, qazın daxili enerjisi dəyişib, hər ikisinə aiddir. Dördüncü, qazın təzyiqi artıb. Qazın təzyiqi birincidədir, yəni P qaz böyükdür P atmosferdən. 4. Qaz molekullarının orta kvadratik sürəti azalıb, bu da ikinciyə aiddir. 2, 4, 3, 1, 5. Bu şəkildə olacaq. 49-cu sualda deyir ki, isteksiz solenoidin daxilində maqnit sahəsinin induksiyası B0 bərabərdir 2 milli tesladır. En kəsiyinin sahəsi 50 cm kvadratı olan solenoide çubuğun istek daxil edilsə, ondan keçən maqnit selini hesablayın. Mühünü də veribdir. 400. Deməli, baxırıq, pi bərabərdir BS. İçlik daxil etdikdə artıb bu arada. B vurulsun S. Burada deməli, S'imiz olduğu kimi qalır. B'nin yerinə mü vurulsun B0 yazırıq. Vurulsun S. Bərabərdir. Mühümüz nə qədərdir? 400. B'miz 2 milli tesla. Variantlarda da milli ilə verdiyi üçün çevirmirik. 2 vurulsun. S'imiz də 500, daha doğrusu 50 cm kvadratıdır. O da 50 vurulsun 10 üstü mənfi 4 metr kvadratıdır çevirəndə. Bu da bizə 4 milli Weber verir. Cavab C variantı. Daha sonra keçirik 50-ci suala. 50-ci sualda deyir ki, maddi nöqtənin xətti sürətin eyni qiymətində çevrə üzrə bərabər sürətli hərəkəti zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusundan asıllıq qrafiki hansıdır? Deməli, burada bizə xətti sürət deyirsə, təcilin həm xətti sürət, həm də radiusu olan düsturu A bərabərdir V kvadratı bölünsün R. Bu düsturdan istifadə edəcəyik, çünki həm xətti sürətin eyni qiyməti deyir, həm də bizdən radiusu soruşur, radiusdan asılılığı. Buradan A R-dən necə asılıdır? Tərs asılıdır. Cavab B variantı olacaq. Daha sonra baxırıq 51-ci suala. Deyir ki, hansı halda yerə maddi nöqtə kimi baxmaq olar? Birinci, yerdən günəşə qədər olan məsafəni hesablayarkən baxmaq olar, çünki yerdən günəşə qədər olan məsafəni biz hesablaya bilmərik, çünki maddi nöqtə kimi görünür. 2. Yer ekvatorunun uzunluğunu ölçərkən buna baxa bilmərik. Çünki yer ekvatorunun uzunluğunu ölçərkən, yəni onun ölçülərini dəqiq biz hesablaya bilərik. Yəni maddi nöqtə kimi baxılmır. 3. Yerin günəş ətrafında orbitinin uzunluğunu hesablayarkən, yenə bu da maddi nöqtə kimi buna da baxa bilərik. Yəni 1-dən 3D variantı. Baxırıq 52-ci sualda deyir ki, təpələrində şəkildə göstərilən nöqtəvi yüklər olan kvadratın mərkəzində yerləşən müsbət nöqtəvi yükə təsir edən əvəzləyici qüvvə hansı istiqamətdə yönəlir? Deməli, bu birinci, bu ikinci, bu üçüncü, bu da dördüncü yükümüz olsa, müsbət mənfi bir-birini cəzb eləyəcək. Bu tərəfə doğru gedəcək. Belə işarə eləyək. Digəri, ikinci də yenə müsbət mənfi, bu da bu tərəfə doğru gedəcəkdir, cəzb eləyəcəkdir. 3 ilə 4-də isə hər ikisi müsbətdir və digəri də müsbət olduğu üçün bunlar itələyəcəkdir. Deməli, dördüncü bu tərəfə itələyəcək, üçüncü də bu tərəfə itələyəcək. Nəticədə əvəzləyici qüvvəmiz yuxarı doğru yönələcək. Yəni E variantı. Burada E variantı. Baxırıq 53-cü suala. Deyir ki, harmonik rəqs edən cismin koordinatının zamanın asıllıq qrafiki verilmişdir. 4 saniyə ərzində bu cisim neçə rəqs edər? Deməli, burada biz periodu sayırıq. 1, 2, 3, 4. Periodumuz 0,2 saniyədir. T bərabərdir 0,2 saniyə. Daha sonra biz burada nəyi hesaplamalıyıq? N'ləri. N də bərabərdir kiçik T bölünsün böyük T'yə. Saniyə 4 saniyə bölünsün 0,2.
Bu da bizə 20 deməli rəqsi verəcək. Yəni 20 dənə rəqs edəcək. Cavab 20 olacaq. Daha sonra baxıb 54-də. 54-də deyir ki, hansı ifadələr doğrudur? Sonsuz uzun paralel naqillərdən cərəyan axır. I1 və I2. Deməli, bunlar əks istiqamətlərdir. Əks istiqamətdə olduğu üçün cərəyanlı naqillər bir-birini itələyəcəkdir. Deməli, bir-birini itələyəcəkdir və birinci naqil sola doğru hərəkət edəcək, ikinci naqil isə sağa doğru. Deməli, bir-birini itələyəcək 2-də, daha sonra birinci naqilə təsir edən amper qüvvəsi də sola yönələcək. Yəni, 2-nin 4 olacaq cavab 54-də. Baxırıq 55-ə. Deyir ki, elektrik hərəkət qüvvəsi 20 volt olan elektrik mənbəyi dövrəyə qoşulduqda cərəyan şiddəti 2 amper olmuşdur. Mənbəyin daxili müqaviməti 2 ohm olarsa, onun faydalı iş əmsalını hesablayın. Cavabı faizlə ifadə edir. Deməli, düsturumuz eta bərabərdir. U bölünsün. Epsilon vurulsun 100%. Bu da bərabərdir. Epsilon belə də yaza bilərik. YR bölünsün epsilon vurulsun 100. Və yaxud 1 çıxılsın, yer bölünsün, epsilon yaza bilərik. Ümumi o düsturu yazaq. Yəni, hər üç düsturdan istifadə edərik. Sadəcə burada cərəyan şiddəti, daxili müqavimət verildiyi üçün sonuncu düsturdan istifadə edəcəyik. 1 çıxılsın, yer bölünsün, epsilon vurulsun 100. 1 çıxılsın. Deməli, yerimiz nə qədərdir? 2 vurulsun 2. Yəni 4 bölünsün, epsilonumuz da 20'dir. Vurulsun 100. Bu da bizə 80% verəcək. Yəni bizim faydalı iş əmsalımız olacaq 80%. Cavab da 80% olacaq. 56-cı sualda deyir ki, yer səthindən şaqıl yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asılı qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun andakı sürəti başlanğıc sürətdən 2 dəfə azdırsa, onun bu anda potensial enerjisini hesablayın. Havanın müqaviməti nəzərə alınmır, cavabı zorla ifadə edilir. Deməli, Y tam bərabərdir. MV0-ın kvadratı bölünsün 2 olsa, bizdə də V-ni V0-ı veribdir, V bölünsün 2. İndi düsturda M vurulsun V0-ın kvadratının yerinə V bölünsün 2-nin kvadratı yazsaq, olacaq V kvadratı bölünsün 2, məxrəc 4 daha doğrusu kvadratı. M V0-ın kvadratı bölünsün 4. Burada da məxrəcdə bir dənə 2 var. Olacaq MV0-ın kvadratı bölünsün 8. Biz də deməli, burada tam enerjini qrafikdən görürük ki, 100 veribdir. Yəni, MV0-ın kvadratı bölünsün 2, 100-dürsə, deməli, MV0-ın kvadratı 100 vurulsun 2 olacaqdır, yəni 200. 200 bölünsün, məxrəcdə 8. 200 də 8-ə böləndə 25 joule edəcəkdir. Yəni, cavabımız 25 joule olacaq. Deməli, 57-də deyir ki, uyğunluğu müəyyən edin. Aşağı hərəkət edən liftin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Aşağı hərəkət edən deyir. Deməli, sürətimiz aşağı doğru hərəkət edir. Baxırıq birinci hissəsinə. Sürətimiz aşağıdır və hərəkət yeyinləşəndir. O zaman təcilimiz birincidə aşağı olacaq. Eyni istiqamətdə olmalıdır ki, bunlar yeyinləşən hərəkət etsin. İkincidə isə sabit olacaqdır təcilimiz. 0 daha doğrusu. Üçüncüdə isə A-mız yuxarı doğru hərəkət edəcək. Çünki hərəkət yavaşlayandır. T-oxuna yaxınlaşır. Bu zaman da təcilimiz yuxarı olacaq. Baxırıq, deyir ki, A-da liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən böyük olar. Bu, bizdə üçüncü hərəkətə uyğun gəlir, yəni yavaşlayan hərəkətə. Çəkisi sükunətdəki çəkisindən böyükdür. Yəni, təcili yuxarıdır.
Daha sonra B-də liftdəki sərnişinin çəkisi sükunətdəki çəkisindən kiçikdirsə, bu birinci hissəsinə uyğun gələcəkdir. Üçüncüdə liftdəki sərnişinin çəkisi sükunətdəki çəkisinə bərabərdirsə, bu deməli bərabər təcilli hərəkətdir. Yəni üçüncüyə. Daha sonra D-də deyir ki, lift aşağı yönəlmiş sabit təcillə hərəkət edirsə, aşağı yönəlmiş sabit təcildirsə, bu birinciyə uyğun gələcək. E-də də deyir ki, lift aşağı yönəlmiş artan təcillə hərəkət edir. Artan təcillə heç biri uyğun gəlmir. Yəni 1-ə getdi B-D, 2-yə getdi C, 3-ə də getdi A. Daha sonra baxırıq 58-ci suala. 58-də deyir ki, X oxu üzrə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. Əvvəlcə baxırıq 0T1 alına. Bu, deməli, yavaşlayan hərəkətdir. T oxuna çünki belə gəlsə aşağı doğru gələcək, T oxuna yaxınlaşacaq. Yəni, yavaşlayan hərəkətdir 0T1 anı. Daha sonra, bu zaman F hərəkətin əksini olacaqdır. Çünki yavaşlayan hərəkətdir. 1-dən 2-yə bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edəndə F-imiz 0 olacaqdır. İndi isə F-in T-dən asıllıq qrafikini qursaq. Deməli, birinci nə oldu? Yavaşlayan. Yəni, T oxundan aşağıda olacaqdır. İkinci isə sabitdir. Yəni, burada olacaqdır. İkincide belə. Yəni, qrafikimiz bu şəkildə olacaqdır. Deməli, burada açıq tipli olduğu üçün həllini belə yazacağıq. 0T1 halında yavaşlayan hərəkətdir. T oxuna yaxınlaşır. Bunun üçün yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdə isə qüvvəmiz hərəkətin əksinə yönələcəkdir. T1, T2 halında isə bərabər sürətlə hərəkət edibdir. Bu zaman F-imiz 0 olacaqdır. Daha sonra da bu qrafiki çəkəcəyik. Baxırıq 59-cu suala. Deyir ki, sabit temperaturda qapalı qabdakı mayenin üzərindəki buxarın kütləsinin həcminin asıllıq qrafiki verilmişdir. Bir nöqtəsinə uyğun buxar molekulunun konsentrasiyası N0 olarsa 2 və 3 nöqtələrinə uyğun buxar molekullarının konsentrasiyası nəyə bərabər olar? Deməli, burada baxırıq. 1-2 halında MV-dən asılıdır. 1-2 halında doyan buxar halındadır. MV-dən düz asılıdırsa. Daha sonra burada bizdə sabit temperatur verib, yəni T-miz konstantdır. T-miz sabitdir. T-miz sabitdirsə, birinci halda doyan buxarda N-imiz konstant olacaqdır. Yəni dəyişməyəcək. Ona görə N2-miz N1-ə bərabər olacaqdır. Və biz bunu N0-la işarə edəcəyik. Bu birinci hal üçün. İkinci halda 2-dən 3-ə yəni. Bu doymayan buxardır. Burada isə həcmimiz artır. Həcmimiz artır deyə N bərabərdir. Böyüyən bölünsün V-dir. Həcm artdığı üçün N azalacaqdır. Yəni N azalırsa N2-dən N3-ə keçəndə V3 bölünsün V2 olacaqdır. V3 bölünsün V2. Yəni ümumi halda N3-ümüz N0 bölünsün 1/5 olacaq. N3 bərabərdir. 6-dan çünki 4-ə gəlibdir. 1/5 dəfə N-imiz azalacaq. N0 bölünsün 1/5. Daha sonra deməli burada N0 bölünsün 1/5'dirsə N2 bərabər oldu N1'ə. Daha sonra N3'də bu da N0 qədər deyəcək. N3'ümüz də N0 bölünsün 1/5 oldu. Bu şəkildə yazacaq. Daha sonra baxırıq sonuncu suala. Deyir ki, sarğacdakı cərəyan şiddəti 5 amperdən 3 amperə qədər azaldıqda maqnit sahəsinin enerjisi 4 joule azalar. Sarğacın induktivliyini hesablayın. Deməli, W bərabərdir L kvadratı bölünsün 2. İndi bizdə deyir ki, cərəyan şiddəti 5-dən 3-ə qədər azalır. Biz burada baxırıq, W1 çıxılsın, W2
bərabər olsa, L i1-in kvadratı bölünsün 2, çıxılsın L2-nin i2-nin kvadratı bölünsün 2. Deməli, bunu bizə 4 veribdir. Deyək ki, 4 jol azalır. İndi bunu biz hesablasaq. Buradan L bölünsün 2-ni mötərizə xaricinə çıxarırıq. Deməli, L bölünsün 2 çıxdı mötərizə xaricinə. i1-imiz neçədir? 5-dir. Kvadratı 25. Çıxılsın. i2-miz də 3-dür. Kvadratı 9. Bərabərdir 4-ə. Deməli, buradan biz L tapmalıyıq. L vurulsun. 25-dən 9-u çıxırıq 16. Bərabərdir. 4-ü vururuq 2-yə 8. Buradan L-imiz 0,5 Henry olacaq. Yəni, burada da cavab 0,5 Henry.